Əziz dostlar, Qaçan Adam rubrikasının növbəti qonağı radiolog Cəmlə Əlizadədir. Cəmlə xanım stomatoloqla ondan sıx işləyir çünki gizgətçən oynağı üzrə mütəxəssisdir. Cəmlə xanımın necəm 51 hətta 51 yaşı var və Cəmlə xanım demək olar ki 7-8 aydır qaçışa başlayıb və dediyinə görə bu vaxta qədər qaçışa nifrət edib. Amma artıq mən onu izləyirəm, görürəm ki stabil hər həftə qaçır. Deməli artıq baxışlar dəyişib. Cəmlə xanım, qaçış sizi necə dəyişdi? Həyatımı çox dəyişdi. Daha pozitiv olmuşam, daha enerjili olmuşam. İşlərimi daha yaxşı planlaşdıra bilirəm. Hamı üçün tövsiyə edim. Cəmlə xanım, əvvəl niyə qaçmaq istəmirdiniz? Nə idi sizə mane o? Uşaq illərdə 134 nömrəli məktəbdə oxumuşam və orada idman, fizkultura dərslərində qaçmağa bizdən tələb edirdi. Mənim üçün bu çox çətin idi. Tək mənim üçün yox. Hamımız üçün demək olar ki. Ona görə özümə söz verdim ki, o geçlərdə bağlıyım. Və alınır. Cəmlə doktor, bax bizi izləyən bizim həmkarlar var. Çünki biz doktorların ətrafında birləşmişik. Bax qaçmaq istəyən və yaxud da idman etmək istəyən və yaxud da baxıb bizə deyənlər ki var. Özünüz də tanıyırsınız bəzi dostlarımız ki nə lazım bu qədər qaçmaq zərərlidir. Onlara tövsiyələriniz nə olar? Qaçın, özünüz onu hiss eləməlisiniz. Qaçır zamanı tək olursunuz. Özünüzlə qalırsınız. Vaxt olur ki, necə deyəm, fikirlərimi toparlamaq üçün, gələcəyi planlaşdırmaq üçün özüm üçün bir vaxt alırıq qaçır zamanı. Belə deyək, meditasiya edirsiniz. Meditasiya, gözəl audio kitabları qulaq asmaq olar, gözəl musiqini qulaq asmaq olar. Me time. Özünlə baş-başa. Ancaq. Uğurlar Cəmlə doktor. Və inanıram ki 2026-cı ildə siz artıq maraton çağında alacaqsınız. Uğurlar, sağ olun. Sağ olun.